bu ilahi sifətin dedim oxşarı İmam Hüseynə məxsus edilməsindəki xüsusiyyət görək nədir? Məsələn, hədislərə əsasən bütün əşyalar İmam Hüseyn əleyhissalama ağlayır. Demək, biz nə dedik? Allaha məxsus olan xüsusiyyət bu idi ki, bütün əşyalar Allahı təsbih edir. Və hədislərdə qeyd olunub ki, bütün əşyalar isə İmam Hüseyn əleyhissalatu vəssalama ağlayır. Bunu edən kimdir? Əlbəttə Allahdır. Lakin biz onların ağlamağının həqiqətini başa düşmürük. Necə etdiklərini başa düşmürük. Misalların çəkirəm, sənədlərini də deyəcəyəm. Səmanın İmam Hüseyn əleyhissalatu vəssalam. Məsələn, səma ağlayıb, yer ağlayıb, göy ağlayıb, heyvanat ağlayıb və s. şeylər ağlayıb. Amma ağlamaları necə olub? Səmanın İmam Hüseynə ağlamağı qan yağışının yağması idi ki, bütün tarixi mənbələrdə bu qeyd olunub. Yerin ağlaması bu idi ki, hansı daşı götürürdülərsə, həmin gün altından qan axırdı. Balıqların ağlamağı özlərini dəryadan kənara atmağı idi. Havanın ağlaması qaralması idi, günəşin ağlamağı qızarmağı idi. İbn Həcər deyir, bu ki, əhl-i sünnə alimidir. İbn Həcər deyir, bu Allahın qəzəbinin nişanəsi idi. Ayın ağlamağı tutulması idi. Ətin ağlamağı bişməməsi idi ki, bunlar hamısı Aşura günü və ondan sonra bir neçə gün baş vermişdi. Heyvanların ağlamağı onların rozə deməsi idi. Bu cümlələr Əhl-i Beyt dostlarının uydurduğu şeylər deyil ha. İmam Hüseyn əleyhissalatu vəssalama da insanın ürəyinin yanması fitridir. Yəni insanların ürəyinin yanması. Hətta İmam Hüseyni tanımayanlar ona ağlayırlar. Onun yanında adı çəkiləndə ürəkləri titriyir. Adəm əleyhissalam ilk insandır. Onun adını eşidəndə, onun adını görəndə gözündən, özündən asılı olmadan göz yaşı cari olmuşdu. Hindistanda bütpərəst məntəqələri var. İmam Hüseyn üçün anım günləri keçirirlər. Başqa dinə mənsub olanlar, o cümlədən xristiyanlar İmam Hüseyn əleyhissalam üçün əza saxlayırlar, Kərbəlaya gəlirlər, Kərbəlaya qəbrinin ziyarətinə gedirlər. Ən xüsusi günlərdən də Aşura görürsünüz, ona aid olan gün. Səhabələri xüsusi şəxslərdir. Ona aid olan heç bir şey adı deyil. Səhabələri də xüsusidir ki, buyurur, mənim səhabəm kimi səhabə olmuyub. Yəni, nə Peyğəmbərin, nə Əleyhisselam, nə İmam Həsən və nə digər imamların belə səhabələri olmuyub. Hansı ki, Allah təbarəki və teala Əzrail onların canını almağa gələndə Əzrailə deyir, çəkil onların canın, özüm qəbzi ruh eləyəcəm. Torpağı, türbəti nədir? Şəfadır, türbəti xüsusidir. Siz təsəvvür edin, dünyaya gəlməsi xüsusidir. Allah cənnətdə bayram elan eləyir. Beşiyi xüsusidir. O beşik ki, onun içində yatacaq, o yırğalanacaq, o xüsusidir, cənnətdən göndərilib.